Daniel Kahneman'ın sözü var. Deyir ki, ümumi qeyri-statistik danışmaq olmaz. Biz indi ümumi deyirik. Azərbaycan cəmiyyəti aqressivləşib. Kahneman deyir ki, əgər 3-4 dənə dalbadal, məsələn 10 günün içində bizim məhəlləmizdə 13-14 yaşında uşaqların oğurluğunu müşahidə etsək, dərhal qərar çıxarırıq. Yeniyetmələr pozulub. Nə əsasda bu qərarı verdin? Cəmi 3-4 dənə hadisə əsasında. Bu, qeyri-elmi yanaşmadır. Birinci, buradan başlayaq ki, hansı statistika deyir ki, Azərbaycan əhalisi aqressivləşib? Yəni, Bəli. siz bütün bu deyilənlərlə razı deyilsiniz, razılaşmırsınız. Yəni, razıyam ki, burada dəqiq statistika yoxdur heç kimin əlində. Razıyam ki, Azərbaycan insanları arasında aqressiya müşahidə olunur. Küçədə, bazarda kimsə kimi təhqir eləyir, dalaşır, hərdən bir elə hallarla rastlaşırıq. İndi burada bir məsələ var. Səbəb nədir buna? Niyə beləyik biz? Bir sosioloq olaraq bu sualı necə cavablandırırsınız? Baxın, demək, Stanford Universitetinin professoru var, Chip Heath. Onun çox gözəl bir kitabı var, Change, Dəyişim. O kitaba istinad eləmişəm deyəsən bu verilişlərdə də, təlimlərdə istinad edirəm tez-tez. O deyir ki, hər bir şeyin təhlilində gözəl bir metodu var. İşıqlı tərəflərə baxmaq, konkret. Misal üçün, Vyetnama gəlir bir mütəxəssis Amerikadan və orada azyaşlı uşaqların ölüm səbəblərini araşdırmağa başlayır. Dövlət ona 6 ay vaxt verib, əgər 6 ayda uğur qazanmasan, layihəni sənin əlindən alacaq. Neynəsin? Deməli, hava limanına düşür, gəlir otelə və birinci işi budur. Bu şəhərdə xəstələnməyən uşaqlar var, xəstələnməyən, qidadan xəstələnməyən. Bax, işıqlı nöqtəni birinci tapmaq istəyir. Bəli, var. Mən aparın onların valideynləri ilə müsahibə götürəcəm. Gedir və başlayır müsahibəyə. Salam, əleykum, əleykum, salam. Siz uşaqlarınızı necə qidalandırırsınız ki, fakt olaraq xəstələnmirlər? Bu qidanı veririk, bu qidanı. Götürür onu, ümumiləşdirir digər ailələrə. 3 ayın içində artıq uğur qazanır. İndi gəlirik bu məsələyə. Mən ad çəkmirəm, hansı ölkə, hansı şəhər. Xarici ölkələrin birində, 2012-ci ildə inkişaf eləmiş ölkələrin birində, təbii ki, orada əhali də az idi. İnsanlar, bir ay orada yaşadım, insanlar çox sakitdilər. Hətta tanımadıqları insanın geyiminə kompliment edirlər. Mənim öz başıma gəldi, axşam saat 11-in yarısı çöldə, metroda dayanmışdım. Bir 50-55 yaşında bir kişi, çox ciddi bir görkəmdə mənə dedi ki, bu pencək sənə nə yaxşı yaraşır. Bizdə belə bir şey yoxdur. Özə gülə-gülə. Çox sakitlər. Orada, o dostlardan biri də oradaydı. Deyir ki, burada əsəbi adam görmürsən. İndi sual. Görəsən, o şəhərin əhalisi niyə görə əsəbləşmirlər? Biz görmədik. Cavab. O şəhərdə tıxac problemi biz görmədik. O şəhərdə sosial təminat yüksək səviyyədədir. O şəhərdə insanların yersiz borc problemi yoxdur. Yersiz borc deyəndə bir qədər onu aydınlaşdırır. Yersiz borc nə deməkdir? Özünə uyğun olmayan toy eləyir, gedir borca düşür, başlayır onun aqressiyasını yaşamağa. Və yaxud da ki, büdcəsini aşan bahalı telefon alır. Böyle büdcəsini aşan hələ telefon yox, maşın alır, büdcəsini aşan toy eləyir, büdcəsini aşan yas mərasimi keçirdir. Burada bəhs olub. Və başlayır onun aqressiyasını yaşamağa. O şəhərdə elə bir adət-ənənə görmədik. Başqa bir misal. Bu artıq qayıdır bizim mentalitetimizə, mədəniyyətimizə. Deyir, oğlan evi alana qədər qaçır, qız evi ölənə qədər qaçır. Biz qızımızı ərə veririk, axıra qədər ata-ana onun fikrini çəkir, onun qayğısına qalır. Bu da insanı yüklüyür də. Biz uşaqlarımızdan axıra qədər, necə deyərləri, əl çəkmirik. Mən demirəm, bu pisdir. Mən mədəniyyətimizin bu hissəsini təqdir edirəm. Amma deyirəm ki, əgər uşaqlarımızın qayğısını çəkilirsə axıra qədər, onun yükünə də dözməliyik də, o da bizə bir yük gətirir. Və biz nəticədə aqressivləşirik. Biz axı robot deyilik, insanıq.